Salamlar, adım Turqay Fərhallıdır. Bir müddət öncə kino sahəsinə dünyanın ən prestijli təhsil ocaqlarından biri olan FAM Universitetinə qəbul olmuşam. Artıq 3 aya yaxındır ki, Praqada təhsil xərclərimi qarşılamaq üçün lazım olan vəsaiti toplamağa çalışıram. Əvvəllər videolarımı sosial şəbəkələrdə paylaşır, minlərlə insana mail və mesaj ünvanlayır, kömək istəyirdim. Lakin bunlar kifayət etmədikdə daha da irəli getdim. Kitablar topladım və yarmarkalara qoşulmağa başladım. İnsanlar mənə yarmarkaları satmağım üçün əl işlərini, təbii daşlar, aksesuarlar, hətta yeməklər belə bağışlamağa başladılar. Bir çox kiçik bizneslə, yerli sənətkarlarla, rəssamlarla əməkdaşlıq etdim. Broşurlar, stikerlər və s. çap etdirdim. Və yarmarkalar daxilində hekayəmi minlərlə insanla bölüşdüm. Açığı bu müddət çox stressli idi və demək olar 8 kilo çəki itirdim. Lakin bir çox təcrübə, güc, yeni dostlar və ən əsası insanların yaxşılığına olan inamımı qazandım. Bütün bunlara baxmayaraq hədəfimin 18.000 avronun sadəcə 10.000 manatını toplaya bilmişəm. Və bundan sonra yeganə ümidim üzümü bu video vasitəsilə fondlara tutub onlardan qalan məbləği toplamaqlarını rica etməkdir. Əgər siz də təhsilə və əzmimə inanırsınızsa bu videonu paylaşın. Unutmayın, hər bir paylaşım, like və komment mənim üçün böyük önəm kəsb edir. Təşəkkür edirəm.